Yerüsalim Post'un yazılarını. Yəni elə bir şey yox. Nə var? Harda var? Birinci hələ Sepahın hansı obrazda olduğunu kimsə görüb, silahlı qüvvələrin komandanı kimdir, strukturu nədir bilən var. İran bugün necə mücadilə aparır, o haqda anlayış var. Bugün Prezident Pezeşkiyan özü Müştaba ilə görüşmür, o haqda anlayış var. İran özünə məxsus elə bir metodika ilə bugün idarə olunur və savaşı yönetir ki, onun metodikasını heç kim bilmir, yalan danışırlar. Bugün İranın içində güvə Qalibov bilir ki, İranda nə baş verir. Siz elə bilirsiniz ki, Qalibov gerçəkdən liderdir. Vay oldu ha. Qalibovu 2 dəqiqə yiyəcəklər. Qalibovu da veriblər qabaq, oynadırlar. Çünki İsrail və Amerikanın kuklasıdır, bilirlər. Qalibov. Əlbəttə ki. İranda nə baş verir? Bugün güvə görüntüdə olan İranla gerçək İran eynidir, yox. Buna görə Cahir bəy, kim nə deməyinə asılı olmayaraq, Sepah savaşı apardı, Pezeşkiyanın xəbəri olmadı. Müştaba Xamneyi ölüb, ondan xəbər yoxdur, yalandır, o yaşamır. Hər cürə belə informasiyalar yayılır. Trump da oradan deyir ki, orada rəhbərlik yoxdur, hamısını dağıtmışıq, idarəçili də bilmirik kimdədir. Hər kəs də mediasının başlığına başlıqlar çıxarırlar. İranda baş yoxdur. Yoxdursa, bəs savaşı sizinlə kim aparır? Və yoxdursa, siz orada niyə içəri girə bilmirsiniz? Ona görə də Zahir bəy, biz bugün Yerüsalim Post'un, Washington Post'un, onun bunun qələmindən çıxan və ağzından çıxan fikirlərin əsasında nə yaşaya bilərik, nə də siyasət yürüdə bilərik. Biz gerçəkçi olmalıyıq. İçərini içdən bilməliyik. İçdən içə bölgədə nə baş verir, onunla bağlı mövqe sərgiləməliyik. Öz davamızı aparmaq üçün meydan hazırlaşmalıyıq. Bizim üçün budur. Bugün Çin də istəyir biz onun yanında olaq. İsrail də istəyir onun yanında olaq. Amerikada, İngiltərədə, Avropada, Rusiyada. Amma hər kəs öz marağında istəyir. Ona görə biz bir dənə cavab veririk hamıya. Biz özümüz olacağıq. Özümüzün yanında olacaq cavabını verir ki, heç kimsə bizi oynada bilməsin. Çünki İran coğrafiyası Azərbaycandır, bunu bilirlər, Zahir bəy. Orada yaşayan insanların da kim olduğunu bilirlər. Onlara hansı yollarla təsir eləmək olar, onun da yollarını bilirlər. Təsadüf deyildi ki, Azərbaycanın ərazisinə içərdə olan kuklaların əlindən dron attırırdılar. Türkiyə füzələr fırladırdılar ki, savaşa bizi çəksinlər. Məqsəd oradakı xalqı, milləti bizlə birlikdə özlərinin vasitəsinə çevirsinlər, oynatsınlar, istədikləri kimi yönəldib özlərinin oradakı maraqlarını %100 həyata keçirsinlər. Bu məsələdə bugün təbii ki, Qərb mediasında da, Amerika mediasında da getdikcə İran savaşında Azərbaycan Cumhuriyyəti və Türkiyənin rolu və mövqeyi ilə bağlı ciddi artıq yazılar başlanıb yazmağa. Savaşda Azərbaycan Cumhuriyyəti və Türkiyə iştirak etsəydi, savaş bitmişdi, İran məğlub olmuşdu. Artıq yazılar gedir. Analitik yazılar yazılır. Harada yazılır? Amerikanın ayrı-ayrı dərgilərində elmi məqalələrdə bu haqda yer ayırır. Azərbaycan və Türkiyə ittiham edilir də. Xeyr. Bəli. İttihamı nətər eləyə bilərlər? Yəni ittiham edirlər ki, onlar iştirak eləsəydi biz müharibə. Yox, yəni deyirlər ki, onları oynada bilsəydik. Onu deyirəm. Biz qalib gələrdik. Bizi nədə ittiham edə bilərlər? Deyirlər ki, ağıllıdırlar, oynada bilmədik.